dostlar xidməti. Biraz qəribə səslənsə də artıq bu xidmət Azərbaycanda açılıb. Hətta bu xidmətdən yararlanmaq üçün öz yerlərini tutanlar da var. Bəs siz bu xidmətdən yararlanmaq üçün Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev Azərbaycanda Bəyin Dostları adlı xidmət fəaliyyətə başlayıb. Toy zamanı adam başı 150 manatdan neçə nəfər istəsən bəyə dırnaqarası dost tapılır. Bu xidmət təşkilatçılarının əsas funksiyası toy zamanı maşın karvanlarında, çəkilişlərdə, məclisin şənlənməsində yalançı bəy dostları adı altında saxta fəallıq göstərməkdir. Mənə elə gəlir ki, xidmət cəmiyyəti və toy iştirakçılarını aldatmaqdan başqa bir şey deyil. Toy ailə təməlinin başlanğıcıdır. Yeni qurulan ailənin mayası yalanla yoğrulursa, aldatma ilə başlayırsa, siz bu ailənin gələcəyini necə görürsünüz? Bax, mənim üçün çox maraqlıdır. Çox maraqlıdır mənim üçün. Təməli saxtakarlıqla qoyulan o ailənin paşlığına, saflığına kim qarantiya verə bilər? Bünövrəsi yalanla, saxtakarlıqla, aldatma ilə qoyulan ailənin gələcəyinin xəyanətlə, faciə ilə, ən yaxşı halda boşanma ilə sonlanmamasına kim zəmanət verir? Özü də həmin xidmət tək oğlanlara yox ha, qızlara da aiddir. Həmin xidmət gəlinlərə də yalançı rəfiqələr təklifi irəli sürür. İdeya müəllifi bir oğlandır. Güya Azərbaycanda bir ilkə imza atmaq istəyib. Ümumiyyətlə, bir nəfər pul qazanacaq deyə, yeni sərsəm ideyalarla məşhurlaşacaq və yaxud ucuz reklamla gündəmə gələcək deyə, Azərbaycanın toy adət-ənənəsini, milli mentalitetini aşağılamağa heç kəsin ixtiyarı yoxdur. Bunun qarşısı alınmasa, sabah çox azı nəticələrə gətirib çıxaracaq. Sabah saxta bəy xidməti, saxta gəlin xidməti də açıq şəkildə fəaliyyətə başlayacaq. Onsuz da gizli olaraq belə hallara rast gəlirik. Bu yeni xidmət Azərbaycan əhalisinin toy adət-ənənəsinə olan marağını yox etməkdən başqa bir şey deyil. Bütün bunlar elə-belə baş vermir ha. Son zamanlar transseksualların, cinsi azlıqların sosial şəbəkələrdə daha çox aktivliyinə, onlara süni rəğbətin formalaşmasına, hədiyyələr atılaraq gənclərimizi sanki cinsi azlıqlara rəğbət oyatmalarının arxasında hansısa maraqlı qüvvələr dayanır. O gənclərimiz ki, 44 gün ərzində bizə zəfər dastanı, zəfər tarixi yazdılar. Məncə, belə xidmətlərin təşkilinin çoxalması, yalançı toyların baş verməsi milli mentalitetimizi yox etmək məqsədi daşıyır və Azərbaycan gəncliyinin vətənpərvərlik duyğusunun qəsdinə duran bir addımdır. Əsl fəlakətsə başqadır. Dediyim kimi, Azərbaycanda son zamanlar yalançı saxta toylar geniş vüsət alıb. Güya ki, yalançı toy göstəricisi nümayiş etdirən hər hansısa bir tanınmış müğənni deyim, model deyim, hər kimsə ərə getdi, toy oldu, onun şəxsi həyatındakı söz-söhbətlər sonlandırıldı və sığortalandı. Fizikada enerjinin saxlanma qanunu var. Enerji itmir, heçdən yaranmır. Yalnız bir şəkildən başqa şəkilə çevrilə bilir. Hər bir prosesin, hadisənin də yaranma səbəbi var. Saxta toyların da yaranma səbəbi var, məqsəd və nəticəsi var. Ən çox da bu hallar, yəni yalançı toylar, bəzi show biznes adamlarının, üzdə olan insanların, müğənnilərin, dediyim kimi, modellərin həyatında rastlanır. Səbəb odur ki, həmin xanımların sponsorları, el dilində desək, saxlayanları, həciləri, adının bu qızla birlikdə hallanmasından narahat olur. Cəmiyyətdə, ailədə öz nüfuzunun itməsindən qorxur və yalançı bir toy təşkil edir. Xərc çəkir, maddi ehtiyacı aşağı olan bir oğlana 3000 manat verir, onu saxta bəy olmağa razı salır. Toyun bütün xərcini çəkir
və cəmiyyətdə bir görüntü formalaşdırır. Məqsəd bu xanımın evli olmasını bildirərək nəzər və diqqətləri həci öz üzərindən götürmək istəyir, gözlərə kül üfürmək istəyir. Sonra isə rahat şəkildə sığortalı sevgilisi ilə şəhvət dolu intim həyatlarını rahat şəkildə davam etdirməkdir. Nəticə isə cəmiyyətə yalan və saxtakarlıq sırıdılır. Bu gün qanun boşluqlarından bu məsələlər inzibati və hüquqi məsuliyyət daşımır. Amma bu məsələnin qanuni müstəviyə daşınması mütləqdir. Yoxsa valla sonu heç yaxşı görünmür. Çox təəssüf ki, bu gün içində olduğumuz cəmiyyətdə yalansız ötüşmək olmur. Bir ailənin dağılmaması ucbatından, bir səhvi örtbasdır etmək ucbatından yalan danışmaq, o ailənin davamlılığını təmin etmək üçün bəzi yalanlar başa düşüləndir. Amma mentaliteti sarsıdacaq, ailə dəyərlərini heçə sayacaq yalanlar qəbul olunmazdır. Bir mənalı şəkildə bu yol verilməzdir. Yalancı toylar, toy iştirakçılarını barmağa dolamaqdan, cəmiyyəti bayaq dediyim kimi aldatmaqdan, milli mənəvi dəyərləri ələ salmaqdan, aşağılamaqdan başqa bir şey deyil. Bunun adı saxtakarlıqdır. Əslində bu cinayətdir. Sadəcə olaraq dediyim kimi bəzən qanun boşluqlarından irəli gəlir və heç bir məsuliyyət yaratmır. Hüquqşünaslarımız bu məsələyə diqqət yetirin. Öz təşriflərinizi aidiyyatı insanlara, aidiyyatı orqanlara çatdırmalısınız. Bunlar cəmiyyəti aldatmaqdır. Belə faktlara qarşı qanun maddəsi qəbul olunmalıdır. Cəmiyyətimizi bu fəlakətdən xilas edin. Bütün qapılardan, ocaqlardan əsl sevgiyə söykənən, sevgi məhəbbətlə köklənən vağzalı sədalarının ucalmasını arzulayıram.